Tövhid lüğəvi mənada, lüğəvi. Hər bir şeyin bilin şəriətdə bir var terminlərdə, yəni lüğəvi məna var, bir də şər'i məna var. Misal üçün namaz nə deməkdir ərəbcə? Əs-salatu. Salə. Salə sözün mənası nədir? Dua deməkdir. Bu dua bunun lüğəvi mənasıdır. Bir də var şər'i məna. Şər'i mənada nədir? Təkbirdən başlayaraq təslimlə bitən nədir? Təkbirlə başlayıb təslimlə bitən sözlə və əmrlərdən ibarət olan ibadətdir. Yəni namaz, bildiyimiz bu namaz. Və həmçinin tövhid. Tövhid nə deməkdir? Vahhədə, yuvahhidu ərəb dilində, yəni tək götürmək, bir şeyi tək qəbul etmək, təkləşdirmək. Bu nədir? Lüğəvi mənasıdır. İstilahi mənası isə yəni Allahı ona xas olan şeylərdə təkləşdirmək. Yəni qısa olaraq belədir. Allaha xas olan məsələlərdə Allahı təkləşdirmək. Daha geniş fəyəşməlu ət-təvhid-ər-rububiyyə. Yəni rububiyyə tövhidini cəm eləyir. Rububiyyə, uluhiyyə, isim-sifət tövhidini izah eləyəcək inşallah. Həm rububiyyə tövhidini, rububiyyə tövhidi nə deməkdir? Kim deyər? Bilən var? Rububiyyə, Allahı feillərində təkləşdirmək. Yəni misal olaraq yaratmaq, mülk sahibi olması və həmçinin nədir? Kainatı idarə etmək. Bu məsələlərdə Allahı təkləşdirirsən. Rububiyyə tövhidi budur. Rəbb sözündən götürülür. Allaha xasdır. Düzdürmü? Sən də bunu Allaha təkləşdir. Başqası birisi yaradan varmı? Allahla yanaşı. Yox. Deyirsən, yalnız Allahdır yaradan. Yalnız Allahdır ruzi verən. Kainatı idarə edən Allah subhanahu wa ta'aladır. Ruzi verən, həyat verən, insana həyat verən, öldürən, dirildən və həmçinin uluhiyyə tövhidini. Allaha xas olan feillər dedikdə rububiyyə, uluhiyyə. Uluhiyyə tövhidi nə deməkdir? Mən indi bunları bir keçirik. Gələn dərs, burada olan məsələləri sual birinci dərsdən belə başlayacaq. Sualla öyrənək. Daha ətraflı öyrənək deyəndə rububiyyə tövhidini dedik. Allahı, ona xas olan feil, ümumən tövhid odur ki, Allaha xas olan feillərdə Allahı təkləşdirmək və tövhid də 3 qismə bölünür. Birinci gəldilə rububiyyə tövhidi, Rəbb sözünə götürür. Yəni Allah Taala'nın yaratmaqda, kainatı idarə etməkdə, sonra mülkün sahibi olmaqda təkləşdirirsən ki, Allah Subhanahu taala yalnız bu şeylərə qadir olur. Və tövhid uluhiyyə. Tövhid uluhiyyə Allahı ibadətdə təkləşdirirsən. Uluhiyyə tövhidi də budur. İbadəti yəni yalnız Allaha yönəldirsən. İbadət məsələlərində tək Allahı təkləşdirirsən. Allahla yanaşı heç kəsə ibadət etmək olmaz. Bu tövhidin ikinci qismi dedik ki, nədir? Uluhiyyədə bir də isim-sifət tövhidi var. Tövhid əsma və sifət. O da nədir? Allah Subhanahu wa Taala'nı isim və sifətlərində nədir? Təkləşdirirsən. Yəni bunu da inşallah təfsilatla gələcək. Tövhid rububiyyə huwa ifradullahi bi af'alihi. Feyufradul abdu rabbahu fi af'alihi. Tövhid rububiyyə qayıdırıq təzədən birinci. Tövhid rububiyyə odur ki, Allah Subhanahu wa Taala feillərində təkləşdirirsən və qul öz Rəbbini onun feillərində təkləşdirir. Yaratmasında, mülk sahibi olmasında, kainatı idarə etməsində. Necə ki Allah Taala Qurani-Kərimdə buyurur ki, Allahu xaliqu kulli şey. Allah hər bir şeyin yaradanıdır, xaliqidir. Allahu xaliqu kulli şey. Həl min xaliqin qayrullah yarzuqukum minəs-səmai vəl-ard. La ilahe illə hu. Allah Taala buyurur ki, sizin yerlərdə və göylərdə, yəni yerlərdə və göylərdən sizə ruzi verən başqa xaliqimiz var? Sizə yerlərdən və göylərdən ruzi verən başqa xaliqiniz mi var? La ilahe illəhu. Ondan başqa haqq məbud yoxdur. Deməli, burada ayətə fikir verin. Allah Subhanahu wa Taala deyir, sizin başqa Rəbbiniz var, başqa xaliqiniz mi var sizə ruzi verən? Allahdan başqa ruzi verən, Allahdan başqa yaradan xaliq yoxdur. Yaxşı, insan nəsə yaradır, nəsə icad edir. Bu nə deməkdir? Biri deyə bilər də sənə ki, qardaş, mən də deyib, filan şeyi də mən də yaratmışam. Göstərir, bugün icad olunan müəyyən şeylər var. İstəyir avtomobil olsun, təyyarə olsun. Qardaş, bunu kimsə yaradıb da. Yaxşı, deyə bilər, nə cavab verəcək? Deyə, Allah da yaradı, mən də yaratmışam. Bir haldan başqa halası. Aysa, o bir şeyi bir haldan başqa hala, yəni bir şeyi bir şeydə digər bir şeyə çevirməyə, haldan hala dəyişib. Bəli. Bir də var, yoxdan var eləyirsən. Yoxdur heç bir şey əlinin altında. Heç bir alət yoxdur. Allah Teala nə deyir? Bir şey yaratmaq istədikdə nə deyir? Ol, o da olur. Kun feyakun. Sən elə eləyə bilirsən? Xeyr, heç kəs belə eləyə bilməz. Heç bir şey olmadan
bir nəsə bir şey icad eləsin, yaratsın. Sonra tevhidul uluhiyyə, ilahlıq tövhidi. Yəni Allahı ibadətdə təkləşdirmək. Ona görə Allahdan qeyrisinə dua edilməz. Dua edəndə yalnız Allaha dua eləyər insan. Və həmçinin Allahdan qeyrisinə qurban kəsmək olmaz. Bu da ibadətdir. Qurban ibadətdir. Sən bunu yönəldirsən Allahdan qeyrisinə, olmaz. Və Allahdan qeyrisinə namaz qılmaq olmaz. Yəni bunlar hansı məsələyə aiddir? Uluhiyyə tövhidi, ibadət tövhidinə. Üçüncü qism tövhid əsma və sifət, isim və sifət tövhidinə gəlincə Allah Taala özünü necə adlandırıbsa, necə vəsf eləyibsə öz kitabında və səhih hədislərdə Peyğəmbər sallallahu əleyhi və səlləm Rəbbimizi necə vəsf eləyibsə biz o cür qəbul eləyirik, isbat eləyirik. Allaha, yəni cəlalına layiq olan tərzdə min qeyr təhrif, təhrif etmədən, təhrif etmirik və inkar etmədən, keyfiyyət vermədən və misal, təmsil, bənzətmədən. Misal üçün Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki, Allah eşidəndir, görəndir. Sən burada deyə bilərsən, burada eşitmək filan başqa mənadadır. Yəni buna deyirlər, təhrif eləyə bilmərsən. Eşitmək eşitməkdir. Eşitmək kimi qəbul edirik. Amma necə qəbul edirik? Qəbul edirik, inkar etmirik, keyfiyyət vermirik. Demirik ki, Allah Subhanahu wa Taala haşa eşitməsi belədir, bu cür. Yəni filan kəsin eşitməsi kimidir, haşa. Allah Subhanahu wa Taala eşitməsi kamildir, kamil şəkildə eşidir. Hətta Allahın görməsi, eşitməsi, qara qarışqanın qaranlıqda, yəni görməsi, yəni ayaq səslərini belə eşidir. Yarpaq, elə bir yarpaq yoxdur ki, Allah yerə düşsün, Allah Taala onu bilməsin. Yəni bu kamil şəkildə, Allah Taala kamil şəkildə eşitməsi, kamil şəkildədir, görməsi kamil şəkildə. Bizim isə eşitməyimiz, görməyimiz nədir? Məhdud şəkildə. Biz bu divarın o tayında nə baş verir bilmirik, eşitmirik. Amma Allah Subhanahu taala hətta hər kəsin qəlbindən keçəni belə bilir. Ona görə keyfiyyət vermirik. Qəbul edirik, keyfiyyət vermirik və bənzətmirik. Bənzətmirik. Və bütün Allahın ad və sifətlərini biz bu cür qəbul edirik. Və bu qaydalarla qəbul edəndə artıq nədir? İnsan doğru düzgün, yəni şəkildə iman gətirmiş olur. Sonra biri sual verə bilər ki, bu tövhidin 3 qismi var. Onun dəlili nədir? Rububiyyə tövhidi, isim sifət tövhidi, uluhiyyə tövhidi. Bunu hardan biz götürmüşük? Bu bidət deyilmi? Bunun cavabı odur ki, qardaşlar, yəni ümumən bu rububiyyə tövhidi olsun, uluhiyyə, isim sifət tövhidi, bunlar hamısı Quran və sünnədən götürülür. Ümumi şəkildə. Və yaxud ki, oxuduğum ayələr nəyə göstərir? Allah Taala buyurur ki, Allahu xaliqu kulli şey. Allah hər bir şeyin yaradanıdır. Allahdan başqa yaradan mı var? Deməli, bu nəyə dəlildir? Yaradan Allah olmasına açıq-aşkar bir dəlildir. Digər bir yerdə Allah, la ilahe illallah kəlməsini deyir. Nə deməkdir? Allahdan başqa haqq məbud yoxdur. Allah Subhanahu taala isim və sifətlərinə aid olan, yəni bu Quran və sünnədə gələn dəlilləri cəm edib görüblər ki, Quran və sünnədə tövhid, bax bu üçü qismdir. Rububiyyə, uluhiyyə, isim və sifət tövhidi.